Hamı tam olaraq sualı oxusun, tam bilirsə, yəni izah verə biləcəksə suala, bu nəyə görə səhvdir, doğru cavab budur, bu ümumiyyətlə olmaz filan, bu kimi izahlar verə biləcəksə əlini qaldırsın. Çünki səhv cavablarda və yaxud da oxunmayan, sonradan söz verirəm, müəllim başlayır hələ indi oxumağa testi. Yəni onda da əlavə bir vaxtımız gedir. Ona görə tam oxuyun, zəhmət olmasa və bilirsinizsə, izah vermək istəyəcəksinizsə əl qaldırın. On saniyə, son 10 saniyə. Deməli, Elgiz müəllim. Buyurun, Elgiz müəllim. Həliməm, axşamınız xeyir, nətərsiniz? Yaxşı olasın inşallah. Bəli, müəllim, burada göy qurşağının 3-cü, 6-cı rəngini soruşur. 3-cü rəngi sarı rəngdir, 6-cı rəngi isə göy rəngdir. Burada da oxşar və fərqli cəhətləri soruşur. Biri əsas, digər qarışıq rəngdir. Oxşar cəhət, ikisi də isti rəngdir. Cavab Biri hansıdır yaşıl burada? rəng Əvvəl üçün cavabı təşkil deyək, edilmiş. sonra başlayaq izah verməyə, niyə görə bu doğrudur. Hə. Cavab hansıdır? Bir variantları oxuyum, izah verim də müəllim elə. Yox, bir dənə deyin ki, cavab hansıdır. Cavabın hansı olduğunu deyin, testin cavabı hansıdır, onu deyin və izah eləyin ki, niyə bu cavab budur. Cavabı müəllim, əslində tapmışam, prosta bir dəqiq oxuyum ondan sonra. Bir dənə elə üstünə keçim deyimmi? Elə. Cavab nədir İzah burada? verə verim. Cavab nədir? Fərqli və əsas ikisi də isti rəng. Biri qırmızı rəng qarşıdır. Digər isimlərdir. Burada müəllim B variantını götürmüşdüm. B variantı. Səbəb nədir? Yox, əsas rəngin tərkibini təşkil edir. Ay müəllim, çox rəngin rəngin tərkibini, digər bənövşə rəngin tərkibi. Burada müəllim, biri soyuq rəngdir, digəri isti rəngdir. İkisi də əsas rəngin tərkibini təşkil edir. Sarı rəng əsas rəngdir, amma yaşıl əsas rəng deyil. Burada B variantıdır müəllim. Niyə? Biri əsas rəngdir, digəri qarışıq rəngdir. Fərqli cəhətləri, oxşar cəhətləri, amma isti rəng deyil müəllim. Rənglərimiz dedik ki, biri göydür, biri sarıdır, düzdürmü? Biri göydür, dediniz, biri sarı. Çoxdur, mən müəllim yaşlıla qarışdırmışam. Şeydir, əsas çaşanda keçirik başqa müəllimə. Keçirik başqa müəllimə çaşanda. Müəllim, İndi qulaq asaq. Baxaq görək. Ağlımda yaşlı rəng tutmuşam, amma bilmirəm niyə yaşlı rəngi tutmuşam. Əslində hasad sualdır, prosta. Ay, sağ ol. Asan Özümü çaşdırdım. Kimlər bilsə əl qaldırsın, zəhmət olmasa. Nuranə Şəmsəddinova müəllimə, buyurun, zəhmət olmasa. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Bu cavab A variantı. A variantı. Heç kim səs xahiş edirəm, çox xahiş edirəm. Bir nəfər A variantı deyəndə və yaxud da filan variant o birisi təsdiqləməsin. Biri soyuq, digəri isti rəngdir. Oxşar cəhətdə ikisi də əsas rənglərin tərkib hissəsidir. Çünki sarı da əsas rəngdir, göy də əsas rəngdir. Baxın, bir şey deyim sizə. A variantını seçdiniz. Bir dəqiqə səsləri bağlayaq. Bəs niyə D variantını seçmədiniz? Yoxsa ümumiyyətlə oxumadınız? Müəllimə, D variantı deyir, burada fərqli cəhəti. Biri qırmızı rənglə qarışanda bənövşə rəng, digəri isə narıncı rəng. Bu gətirmir axı. Niyə? Qırmızı ilə sarı narıncı eləyir. Bunlar müəllimə, normalda qırmızı ilə sarı rəngdən narıncı alınır da. Bəli də. Deyir ki, Çünki bu səhvdir. Bu yanlış variantdır. Bir yanlış deyil. Baxın, bir dəqiqə bir şey deyim sizə. Səsləri bağlayaq, səslər qarışır. Qarşında bənövşə yox. Səsləri bağlayaq, zəhmət olmasa. Bağlayaqmı səsləri? Səslər gəlir çünki. Mən də danışanda aləm qarışır bir-birinə. Çox xahiş edirəm, səsləri bağlayaq. Belə olanda gərək özüm deyim. Deyir ki, müəllim spektrin 3-cü rəngi ilə 6-cı rəngi arasındakı oxşar və fərqli cəhətlər hansılardır deyə sual ünvanlayır şagirdlərə. Şagirdlər aşağıdakı variantlardan hansını seçdiklərə doğru etmiş olurlar. Bizə doğru variant lazımdır deməli. Və biz bunu cavablandırmaq üçün burada kontrastı, rəng qarışıqlarını, isti-soyuq rəngləri, tərkib hissələrini, spektrin ardıcıllığını, hamısını bilməliyik ki, bunu cavab verə bilək.
Deməli, bilirik ki, spektrin 3-cü rəngi sarıdır, 6-cı rəngi göydür. Deməli, göy ilə sarı rəng əsas rənglərdir. 2 dənə rəng var əlimizdə, ikisi də əsas rəngdir. Və gəlirik A variantına. Deyir, biri soyuq rəng, digəri isə isti rəngdir. Bu doğrudur, bura qədər doğrudur. Fərqli cəhətləri budur. Amma oxşar cəhətlər deyir, ikisi də əsas rənglərin, rəngin yox ha, deyir, əsas rənglərin tərkibini təşkil edir. Ümumiyyətlə, heç bir rəng əsas rənglərin tərkibini təşkil edə bilməz. Mümkün bir şey deyil, çünki əsas rənglər heç bir rəng qarşılığından almaq olmur. Yəni ki, əsas rənglərin tərkibini araşdırsaq, məsələn, qırmızının tərkibində nə var? Heç bir rəng qarşılığı yoxdur. Sarının tərkibində nə var? Heç bir rəng qarşılığı yoxdur. Eyni zamanda göyün də tərkibində heç bir rəng qarşılığı yoxdur. Bunu götürmürük. Çünki bu yanlışdır. Çünki yazır ki, ikisi də əsas rənglərin tərkibini təşkil edir. Səhvdir bu. Keçirik B variantına. Biri əsas, digəri isə qarışıq rəngdir. Bu ümumiyyətlə yanlışdır. Çünki burada ikisi də əsas rəngdir. Və gəlirik C variantına. Deyir, biri yaşıl rəngin tərkibini, digəri isə bənövşəyi rəngin tərkibini təşkil edir. Bəli, biri yaşıl rəngin, məsələn, sarı rəng, yaşıl rəngin tərkibini təşkil edir. Bənövşəyi rəngin də tərkibini göy rəng təşkil edir. Bu doğrudur. Oxşar cəhətinə baxırıq. Deyir, ikisi də birlikdə qarışanda qəhvə rəngin tərkibini təşkil edir. İkisi birlikdə qarışanda qarışdıraq baxaq göylə sarını. Yox, bu da səhvdir. Çünki ikisi bir yerdə qarışanda yaşıl rəngin tərkibini təşkil edir. Bəli, baxırıq D variantına. D variantı deyir ki, biri qırmızı rənglə qarışanda bənövşəyi rəngi, digəri isə narıncı rəngi əmələ gətirir. İnanın ki, bu testi hazırlamağa bir 15-20 dəqiqə vaxtım gedib. Birinci qırmızı rənglə, bax bir rəng deyir, biri qırmızı ilə qarışanda, hansı ki sarı, daha doğrusu göy rəng. Qırmızı ilə qarışdırırıq, olur bənövşəyi. Düzdürmü? Sarını isə qırmızı ilə qarışdıranda nə olur? Olur narıncı. Deməli, bu doğrudur. Oxşar cəhəti nədir? İkisi birlikdə yaşıl rəngin tərkibini təşkil edir. Bəli, ikisi birlikdə yaşıl rəngin tərkibini təşkil edir. Çünki bir qarışır və yaşıl rəng əmələ gəlir. Düzdürmü? Biri oldu. Burada doğru variantımız bizim D variantıdır ki, şagirdlər bunu cavab versələr müəllimə doğru etmiş olacaqlar. Çünki fərqli cəhəti nədir? Qırmızı rənglə qarışır, bənövşəyi olur. Deməli, göy qırmızı ilə qarışır, bənövşəyi olur. Sarı da qırmızı ilə qarışanda narıncı olur. Yəni, hansı müəllim idi? Nuranə müəllimə. Demişdiniz ki, yox, bu fərqlidir, bilmirəm niyə görə onu elə düşündünüz. Amma xırdalığına qədər gedəndə ümumiyyətlə rəng tərkib hissələrini ayıranda bir-birinə baxırsınız ki, çox rahatdır, sadəcə biraz vaxt aparan bir sualdır. Yəni, çətin bir şey yoxdur. Keçirik növbəti suala inşallah.